Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselam ala Resulillahil amin ve ala alihi tahirinel masumin ve la'nud daim ala a'daihim ve munkiri fezailihim ve gasibi hukukihim ecma'in minel ana ila kıyami yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Mübarək Ramazan ayıdır. Allah inşallah ibadət taatlərimizi qəbul eləsin. Hər birimizi bu əziz ayların bağışlananlarından qərar versin inşallah. İlahi ziyafət ayıdır və bu ziyafətdə mümkün qədər faydalanmalıyıq. Bu ayımız digər aylardan fərqlənməlidir. Bu gecələrimiz digər gecələrdən fərqlənməlidir. Bu gündüzlərimiz digər gündüzlərdən fərqli olmalıdır. İmam Sadiq aleyhisselam buyurur ki, Kâne Resulullah izâ câe şehru Ramazan zâde fissalah. Elə ki, mübarək Ramazan ayı çatardı, Peyğəmbər aleyhisselam namazlarının sayını artırardı. Peyğəmbər aleyhisselam Allahla ünsiyyətə daha çox önəm verərdi. Bəli, mübarək ayda insan Allahla öz arasını islah eləməlidir. İnsan aləmdə anlamalıdır ki, aləmdə Allahdan başqa kimsə yoxdur. Yerdə qalan nə varsa və yaxud da kimsə varsa, hamısı vasitədir, hamısı müəyyən zamana qədərdir. Hər bir şeyin likulli şeyin əcəl. Quran buyurur ki, hər şeyin əcəli var, hər bir şeyin bir sonu var. Necə biz elə başa düşürük ki, əcəl təkcə insanlara aiddir, yəni insanın əcəli var. Xeyr, insanla bərabər hər bir dövrün tələbinin müəyyən müddəti var. Ama bu müddət ərzində görürsən bir şey belə deyə populyarlaşır, məşhurlaşır, zaman zaman artıq öz aktuallığını itirir. Görürsən bir dönemdə məsələn hər hansısa bir ixtisas xüsusi əhəmiyyət kəsb edir, müəyyən zamandan sonra artıq həmən ixtisas heç bir şey yaramır. Yəni bu qayda belədir. Bu təkcə insana aid deyil. Dünyanın içərisində nə varsa bütün idarə etmələr, bütün sistemlər, bütün insanın o vasitələr ki, onlardan istifadə edir, bunların hər birini müəyyən bir zamanda vaxtı çatır və öz istifadə müddətini bitirmiş olur. Ona görə də insan anlamalıdır ki, aləmdə Allahdan başqa heç kəs yoxdur və Allaha bağlı olanlardan başqa heç kəs yoxdur. Amma o ki, danışırdıq Zamanə imamının barəsində, biz Zamanə imamını tanımalıyıq və bu barədə müəyyən qədər ayələrə toxunduq, müəyyən qədər Peyğəmbər əleyhissalamdan kəlamlar oxuduq və Zamanə imamının ömrünün uzun olmasının dəlillərini qeyd elədik, zərurətinin müəyyən qədər dəlillərini qeyd elədik. Burada bu günləri bir məsələni də mən əlavə eləmək istəyirəm və elə bilirəm ki, bu mövzu danışacağım bu vaxta qədər nə qədər mövzu danışmışamsa, onların içərisində ən mühüm mövzulardan biridir. O da budur ki, zaman zaman hər bir dövrdə, hər bir cəmiyyətdə insanları bu narahat eləyibdir. Dindar insanları, Allah tanıyan insanları narahat eləyib. Bu, insanların məsxərə eləməsidir, rişxənd eləməsidir. Məsələn, insanlar bu günləri biz görürük ki, sosial şəbəkələr vasitəsilə və yaxud da digər platformalarda nə qədər Zamanə imamına məsxərələr olunur və yaxud da Zamanə imamının yaşamasını, zuhurun gözləyən insanlar nə qədər məsxərə obyektinə çevrilirlər və bəzən də insan narahat olur ki, niyə belə olsun? Bəziləri yanlış başa düşürlər, elə başa düşürlər ki, islahat adı ilə dini dəyərləri bir islah eləsək, dırnaq içərisində deyirəm, bu məsxərələrin sayı azalacaq. Amma belə deyil. Quran-ı Kərimdən bir ayə oxuyuram. Yasin surəsi 30-cu ayə. Bütün bu qeyd olunanların hamısına bir cavabdır. Ayə buyurur: Əuzu billahi mineşşeytanirracim. Mə min rasulin illə kanu bihi yestehziun. Elə bir peyğəmbər gəlmədi ki, ona istehza eləməsinlər, onu məsxərə eləməsinlər. Göndərilmiş bütün peyğəmbərləri məsxərə elədilər. Bu bir ilahi kulli qaydadır. Bütün dövrdə dinsizlərin
və yaxud da müəyyən muzlu kütlənin dini dəyərləri, dini şəxsiyyətləri məsxərə obyektinə çevirməsi bizi narahat eləməməlidir. Çünki bu yol əvvəldən başlayıb. Xilqətin əvvəlindən bu günə qədər, bu gündən qiyamət gününə qədər bu məsxərə davam eləyəcək. Və qeyd elədiyim kimi, bəziləri elə başa düşür ki, məsələn, hər hansısa bir namazın formasını, orucun formasını və yaxud da digər dini məsələlərin şəklində müəyyən dəyişikliklər eləsək, kimlərinsə xoşuna gələcək, da insanlara eyb tutmağa bir əllərində fürsət olmayacaq. Amma bu belə deyil. Çünki peyğəmbərlər həm sözlərinin yerin, həm hərəkətlərinin yerin, həm nəyi, harda və necə deyəcəklərin daha yaxşı bildikləri halda onların hər birinə məsxərə olunubdur. Belə olan halda mən də onu iddia eləyim ki, mən elə bir din təbliğ eləyəcəm ki, heç kim onu məsxərə eləməyəcək. Ola bilər elə bir şey olsun, amma onda o din olmayacaq. Çünki dinin qarşısında həmişə məsxərə eləyən insanlar olubdur. İstehza eləyiblər. Bu acizlərin həmişə işi olubdur. Bunlar həmişə bu işi görüblər. Ona görə narahat olmamalıyıq. Bəli, biz müəyyən qədər çalışmalıyıq ki, düşmənin əlinə fürsət verməyək. Biz danışığımızda, rəftarımızda, hərəkətimizdə elə işlər eləməliyik ki, kimlərsə bizim bu işlərimizdən sui-istifadə eləməsinlər. Amma sui-istifadə eləməsinlərin mənası bu demək deyil ki, biz bütünlükdə bunların hamısının qarşısını ala bilərik. Belə olmayacaq. Tarixən istehza olunan mövzulardan biri də İmam Zaman mövzusu olubdur. İmam Zaman həmişə istehza olunubdur. Həmişə onu gözləyən insanlar lağlağı obyektinə çevriliblər. Bu belə olub, İmamın zuhuruna qədər də belə olacaq. Amma onların istehzasına bir şey vermirlər. Bu bizim əqidəmizdir. Ayə buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ Peyğəmbər, mən səni aləmlərə rəhmət olaraq göndərmişəm. Peyğəmbər əleyhissalam aləmlərə rəhmət olaraq göndərilibdir. Bəlli coğrafi əraziyə yox. Peyğəmbər əleyhissalamın göndərilmə hədəfi insanların zülmətlərdən nura çıxardılmasıdır. Bəlli coğrafiyada Ərəbistan yarımadasında olan hansısa bir tayfanın zülmətlərdən nicat tapması Peyğəmbər əleyhissalamın əsas hədəfi deyildir. Peyğəmbər ümumbəşəri peyğəmbərdir. Bütün dünyanın hər bir yerində qəbul edilməsi zəruri olan bir peyğəmbərdir. Amma nə eləyək ki, Həzrəti Rəsulullahın həyatı boyunca bu iş alınmadı. Yəni Peyğəmbər əleyhissalam məhdud coğrafiyada peyğəmbərliyin elədi. Və onun bu qurduğu sistem müəyyən qədər də effekt verdi. İnsanlar dəstə-dəstə Allahın dininə daxil olurdular. Həzrət Peyğəmbər əleyhissalam elə bir nizam yaratmışdı, elə bir cəmiyyət qurmuşdu ki, haqq tələb insanları, mənəviyyatı təmiz olan insanlar ona cəzb olurdular. Və rəəytən nas yədxulunə fi dinillahi əfvaca. Görürsən, insanlar dəstə-dəstə Allahın dininə daxil olurlar. Yəni, heç bir təhlükə olmadan, heç bir qorxu olmadan insanlar haqqın, həqiqətin tamlığı ilə anlayırlar, başa düşürlər və haqqa, həqiqətə boyun əyirlər. Ona görə biz deyirik ki, məsələn, düzdür, bəzi tarix kitablarında ərəb işğalları deyə başlıqda verilir. Biz deyirik ki, ərəb işğalı yox, ərəb fəthləri idi. Yəni, Abbasilər xilafəti dövründə İslam coğrafiyasının genişləndirilməsi Raşidi xəlifələrindən başlayaraq Üzübyana ta Azərbaycana qədər biz bunu işğal kimi yox, biz bunu ilahi lütf kimi qəbul edirik. Amma bir şeyi unutmaq olmaz, məsum imamların əgər səhnədən kənarlaşdırılmasaydı, məsum imamlar digər xəlifələrin elədiyi kimi eləməyəcəkdilər. Onlar Peyğəmbər əleyhissalamın o qurub getdiyi metodu davam elətdirəcəkdilər. Elə bir sistem yaranacaqdı, elə bir quruluş hakim olacaqdı ki, bütün insanlar, eşidən, bilən, söz çatan, hər kəs onları qəbul eləyəcəkdi. Amma bugünkü günə qədər bu reallaşmayıbdı. Və bugünkü günə qədər Allahın nurunu söndürməyə çalışan insanlar var. Bütün Əhl-i Beyt imamların buna görə qətl eləyiblər. Yoxsa onlarla kimin nə işi var idi?
28 yaşında İmam Həsən Əskəri əleyhissalam şəhid olub. İmam Məhəmməd Təqi əleyhissalam 26 yaşında şəhid olubdu. Yəni belə deyək, cavan adamlarla onların nə işi var idi? Xeyr, onların hədəfləri var idi. Onlar bilirdilər ki, bunlar potensialları var. Bunların Əhl-i Beytin Peyğəmbər balalarının körpəsi böyüsü olmur. Bunlar potensiallı insanlardılar. Bunlar o potensialın qabağını almaq istəyirdilər. Amma nəticə nədir? Nəticə Quran-ı Kərim buyurur: "Kətəbəllahu ləəğlibənnə ənə və rusulü." Mən və mənim peyğəmbərlərim qalib gələcəklər. Gələcəyik. Bu Allahın vədidir. Allah göndəribdir bu dini, bu peyğəmbəri və bu peyğəmbərin davamçıların qiyamət gününə qədər belə bir dövr olacaq. Bunlar haqqı, ədaləti yer üzərində hakim eləyəcəklər. Bu qaçılmazdır. Və kimlərinsə məsxərə eləməsi, kimlərinsə narahatçılıq keçirtməsi də öz yerində lazımdır, amma məsxərə eləyənlərin işi həmişə bu olubdur. Ona görə narahat olmayaq. İnşallah haqq öz yerin tapacaq. Allah hər birimizi müvəffəq eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.